İndi gəlin danışaq. Əgər bu müğənnilər televiziya buraxılmamağını, başda ictimai televiziya olmaqla Azərbaycan mədəniyyətini qorumaq lazımdır deməklə bu müğənnilər Azərbaycan mədəniyyətinə böyük bir zərbədir deyərək, necə olur çəkilişlə, həftələr öncə çəkilişli verilişdə, ictimai televiziyada bu insanların adının çəkilməyinə imkan verirlər. Sizcə ictimai televiziya Ofeliya Şabanovanı, Kəmalə Günəşli, Şəbnəmi o layihəyə dəvət edərmi? Xeyr, etməz. Siyasətdir ki, bunların adını çəkilməklə sosial medianı özlərinin layihələrinin PR-ına dəvət eləməkdir. Amma bu verilişin ilk buraxılışında yığdığı reyting 1,68 idi. Yəni bu günləri bu verilişdən yazırlar yalnız Şəbnəmə görə, Ofeliya Şabanovaya görə, Kəmalə Günəşliyə görə. Fakt faktlığında qalır. Amma layihə çox maraqlıdır. Çünki orada bilərəkdən elə bir simaların adını çəkilir ki, kütlə də bu simaları tanıyır və müzakirəyə səbəb olur.